Elhamdülillahi Rabbil alemin ve salatu ve selamu ala eşrafil enbiyai vel murselin nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Allahümme allimna ma yenfa'una ve enfa'na bima allamtena ve zidna ilma. Amma ba'd. Ondan sonra oruç hakkında hadislerden 11.'si misafirin orucu hakkında. Buyurur ki, an Cabir ibn Abdullah radıyallahu anhu kal, kana Resulullah sallallahu aleyhi ve sellem fi seferin fera'a zihamen ve raculen kad zullile aleyhi fekale ma hâzâ. Cabir ibn Abdullah radıyallahu anhu diyor ki, Peygamber sallallahu aleyhi ve sellem bir seferdeydi ve gördü ki insanlar toplaşıblar bir kişinin başına ve onu kölgelendirirler. Ve Peygamber sallallahu aleyhi ve sellem diyor ki, bu nedir? Yani bu kimdir? Buna ne olup? قَالُوا صَائِمْ قَالَ أَلَيْسَ مِنَ الْبِرِّ الصِّيَامُ فِي السَّفَرِ. Onlar dediler ki, bu insan oruç tutup ve görürlər ki, halı bu vəziyyətdədir, oruç tutup güneşte, istidə, görür ki, çətin vəziyyətdədir, onu kölgeləndirirlər. Peygamber sallallahu aleyhi ve sellem soruşanda ki, bu kimdir? Buna ne olup? Deyir ki, oruç tutup. Peygamber sallallahu aleyhi ve sellem deyir ki, لَيْسَ مِنَ الْبِرِّ الصِّيَامُ فِي السَّفَرِ. Deyir ki, seferdeyken oruç tutmaq yaxşı işlərdən deyil. Müslimin ləfsində isə gəlir ki, Aleykum bi ruxsatillahi allati raxxasa lakum. Allahın sizə verdiyi rüxsəti götürün. Allahın sizə verdiyi rüxsəti götürün. Hədisin mənası aydındır və burada Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Allah subhanahu və teala yəni sizin üçün ibadətlərinizdə sizin üçün əzab vermək istəmir. Sizin üçün əksinə rahatlıq istəyir. Ona görə Allah Teala sizin üçün səfərdəykən orucunuzu açmağı rüxsət olaraq bildirmişdir. Və ona görə də deyir ki, Allahın rüxsətini götürün, orucunuzu açın. Yəni bu dərəcədə çətinliyə özünüzü salmayın. Hədisdən götürülən faydalardan cəvaz-ı siyam fis-səfər və cəvaz-ül əxzi bir-ruxsa bil-fitr. Səfərdəykən oruç tutmağın caizliyi və həmçinin rüxsəti götürməyin də caizliyi, yəni orucu açaraq Allahın verdiyi rüxsəti götürməyin caizliyi. Ondan sonra faydalardan ennə siyamə fis-səfər leysə minəl bir və innəmə yudzi və yusqitul vacib. Səfərdəykən orucu tutmaq yaxşı əməllərdən deyil, yalnız boynuna düşən vacibi insan etmiş olur. Yalnız boynundan artıq mükəlləflik düşür, yəni boynuna düşən vacibi yerinə yetirmiş olur. Ennəl afdalə ityan ruxasillahi teala əlləti xaffəfə bihə alə ibadihi. Həmçinin faydalardan deyir ki, ən əfzəl olan odur ki, Allahın rüxsətini götürəsən, hansı ki, onu qulları üçün yüngülləşdirmişdir. Və bu hədisdə gələn innəs siyamə fis-səfər leysə minəl bir, səfərdə oruç tutmaq yaxşı işlərdən deyil. Sözünün mənası nədir? Yəni, alimlər deyirlər ki, ennəs siyamə fis-səfər leysə minəl bir əlləzi yutəsəbəqu ileyhi və yutənəfəsu fihi. İlk səfərdə oruç tutmaq o yaxşılıqlardan, o yaxşı əməllərdən deyil ki, hansı ki, onun üçün can atılır və ona görə insanlarla ötüşülür. İnsanlarla müsabiqə ediləcək, insanlarla ötüşəcək bir yaxşı əməllərdən deyil ki, yəni mən oruç tutum, yəni başqasını ötüm. Düzdür, əməllərdə insanlarla ötüşmək, yəni bir-birlərinə ötüşmək yaxşı şeydir. Səhabələr bir-birlərinə ötüşərdilər yaxşı əməllərdə, lakin deyir ki, səfərdəykən oruç tutmaq, yəni belə ötüşmə əməllərindən deyildir. İxlasla.com saytı tərəfindən təqdim olundu.